Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində bax belə bir 2 mərtəbəli ev çıxdı satışa 85 min manata. Təsəvvür edin, 85 min manatdan hələ yenə də endirim olunacaq. 5 otaqlı evdir. Yuxarıda 4 yataq otağıdır, aşağıda da bir dənə böyük zaldır. Ümumilikdə 5 otaqlı ev 85 min manata fərdi yaşayış. Yəni bu evi alıb, kupça alıb qeydiyyata düşə biləcəyiniz evdir. Həyəti də bax belə çox səliqə səhmanlı həyəti var. Ərazi də harda yerləşir? Nazim Market olan küçə var. Elə Nazim Marketdən biraz Sumqayıta tərəf gələndə dönürsüz sağa. Bakıdan gələndə də Nazim Marketə çatmamış dönürsüz sola. Yəni köhnə məhəllədir, quru məhəllələrdir, buraları yaşayışın tam mərkəzidir. 5 otaqlı ev 85 min manata bu dəqiqə hal-hazırda yəni çox belə bir yaxşı səmərəli təklifdir həqiqətən. Yəni belə evlər olmur, bu qiymətə ev olmur. Bu da həyətidir, bax mərkəzi kanalizasiyanın trapı da buradadır. Bir də həyətin bax belə göstərirəm, belə görəsiniz. Bax görürsünüz, bax belə bir həyəti var. Heç bir pəncərə həyətinə baxmır. Bax belə bir səliqə səhmanı evdir. Buradan da ara məsafəsi var, arxadan da ara məsafəsi var. Bax evin ümumi görkəmini bir də sizə göstərirəm. Şəbəkə pəncərələrlə qəşəng səliqə səhmanlı balkonu da var. Bu gördüyünüz hamamın portikasıdır. Bu da qonaq otağının pəncərəsidir. Burada da kombinin yeri var. Bax görürsünüz, qaz turbasını göstərirəm. Bura qədər çəkilib hazırdır. Bax görürsünüz, bax bura qədər çəkilib hazırdır. Burada kombinin yeri olacaq, bu da tokunun yeri. Bu da podvala düşmək üçün yerdir. İnşallah gələndə hamısının ətraflı bir-bir izah edəcəm. Yəni özü canlı görəcəksiniz. Buradan 1, 2, 3, 4, bir daşda tam et. 5 daş kürsülü. Qalxdıq evin içərisinə, bax belə bir evdir. Görürsünüz. Bax bu gördüyünüz bu ərazilər hamısı istipoldur. Kermogranitdir. Buradan otaqların pulçatlarının hamısını ayırıblar. Qəşəng səliqə səhmanı evdir. Yəni 85 min manata çox ideal bir qiymətdir. Pilləkənlə də buradan qalxırsınız 2-ci mərtəbəyə. Biz indi 1-ci mərtəbəni tam yekunlaşdıq sonra bax belə bir qapısı var. Çox qəşəng belə şəbəkə pəncərə ilə qapıdır. Deməli bu gördüyünüz ərazi hamısı istipoldur, kermogranitdir. Buradan birbaşa gəlin elə qonaq otağını göstərim sizə. Bax bu qonaq otağıdır. Görürsünüz, bax belə. Bax belə bir böyük bir zaldır, qonaq otağıdır. Burada radiatorun yerləridir. Deməli bu otaqlar radiatorlar olacaq, amma koridorda, hamam tualet mətbəx istipoldur. Bax görürsünüz nə qəşəng səliqə səhmanlı qonaq otağı var. Buradan qonaq otağından sonra təzədən çıxırıq buradan, gəldik mətbəxə. Bax mətbəxin böyüklüyünə baxın. Böyük bir mətbəxi var. Bütün mebel arası, hətta bax qırağa da belə bir keramika vurublar. Mebel arası görürsünüz, bax belə boya-boy, hamısı mebel arası keramikadır. Böyük bir mətbəx var. Bütün nöqtələr mətbəxə aid olan bütün nöqtələr qoyulub. Baxın, qazıdır, kanalizasiyanın nöqtələridir, rojetkalardır, hamısı qoyulub. Bax belə, mətbəxi göstərdim, qonaq otağını göstərdim. İndi sanitar qovşağına baxaq. Bax, bu da belə. Görürsünüz, 1-ci mərtəbədə də olan sanitar qovşağı. Burada da belə bir balaca bir qapı qoyublar. İstədiyiniz artıq əşyaları ora yığa bilərsiniz. Sonra buradan pilləkənlərlə qalxırıq 2-ci mərtəbəyə. Görək 2-ci mərtəbədə nələr var. Bax, belə qalxdıq 2-ci mərtəbəyə, gördünüz. Birlə ikinin arasında özü də monolitdir, betondur. Yəni burada tərpənmək, yəni polda yellənmə olur, silkələnmə olmayacaq. Gələndə inşallah baxarsınız. Bura qalxandan sonra bir də sanitar qovşağı burada var. Bu işə 2-ci mərtəbəyə aiddir, görürsünüz. Çox səliqə səhmanlı bir sanitar qovşağıdır. Burada bir yataq otağıdır. Bu yataq otağından həm pəncərə var, həm də qapı. Balkona çıxmaq üçün. Bax, çıxdıq balkonu, bir də buradan həyətini göstərirəm sizə. Bax belə, yataq otağından balkona qapı qoyulub. Təzədən növbəti yataq otaqlarına baxaq. 5 otaqlı evdə 85 min manatadır. Qiymətində endirim olunacaq. Bu bir yataq otağıdır. Bu bir yataq otağı. Görürsünüz. Və növbəti yataq otağı da buradadır. Bax belə. Deməli, 4 yataq otağı yuxarıda, sanitar qovşağı yuxarıdadır. Bir otaq da aşağıdadır. Ümumilikdə 5 otaqlı evdir. Burada krişə çıxmaq üçün yeri var. Bir də izah edirəm. 5 otaqlı ev Saray qəsəbəsində 85 min manata fərdi yaşayışdır. Yəni bu evi alıb, kupça alıb qeydiyyata düşə biləcəyiniz evdir. Kanalizasiyasındakı mərkəzidir. Marşruta da heç bəlkə bir 200-250 metr məsafəsi yoxdur. Yerləşdiyi ərazini bir də deyirəm. Sumqayıtdan gələndə Nazim Marketə çatmamış sola dönürük. Bakıdan gələndə də Nazim Marketi keçəndən sonra sağa döndük. Köhnə məhəllələrdədir, quru məhəllədir bu məhəllələr hamısı. İnşallah qalanını da gələndə hamısını sizə göstərəcəm.
Qiyməti çox super, yəni həqiqətən yaxşı təklifdir, çox münasib qiymətdir. 85 min manata 5 otaqlı ev. Qiymətindən hələ ev sahibi yenə də indirim eləyəcək. Yəni gəlin bura mütləq siz evə gəlib baxanda ev sahibinin özü ilə danışarsınız. Sağ olun.